görüm mənə Səninlə zəhmət görüşməyincə olmasa. bu problemin həlli olmayacaq. Səninlə mütləq görüşməyimiz lazımdır. Sumqayıt şəhər sakini Məlikov Nazim Səfdəroğlu bizdən mənzil almaq üçün Şərur MTK-ya biz mənzil almaq istəyirdik. Həmin mənzil almaq, bizə mənzil satmaq niyyəti ilə, vədi ilə 126.500 manatımızı aldı. Aldatdı bizi. Həmin vədinə əməl eləmədi şəxs. 126 min manat pul ödənildi. Nə ev var, nə də pul. Şəhər MTK-dan alınacaq evdən isə heç xəbər də yoxdur. Sumqayıt şəhər sakini Bayramov Rəhim Orucalı oğlunun qanuni vəkili Gülər Mirzəyeva deyir ki, şəhər MTK-dan ev aldığını, lakin ödəniş etməsinə baxmayaraq nə mənzil, nə də vəsaiti geri ala bilmirlər. Tələbkarın sözlərinə görə mənzil üçün ümumilikdə 126.500 manat vəsait banka ödənilib. Lakin sonradan məlum olub ki, nə mənzil təqdim edilib, nə də ödənilən məbləğ geri qaytarılıb. Məsuliyyətdən yayındı və biz də məcburiyyət qarşısında bizim mülkün qaydada məhkəməyə şikayət verdik. Nazim bəy kimdir ki? Sumqayıt şəhər sakinidir. Yəni şəhər MTK ilə nə əlaqəsi var? Orada işləyir. Onlarla bir yerdə işləyir. Siz bunu araşdırmısınız ki, orada işləyir? Bəli, makler kimi belə deyə işləyir. Yəni bəli, işləyir. Siz bu məsələyə bax şəhər MTK-dan bir fikir aldınızmı? Yəni bu nə məsələdir? Xeyr, onlar mənimlə danışmaq niyyətində deyil. Yalnız Nazim mənimlə danışır. O da WhatsApp sosial şəbəkə vasitəsilə. Yəni onun heç bir zəng nömrəsi yoxdur. Nə vaxt olub bu proses? 2021-ci il tarixdə olub. 2022-ci ildə biz Sumqayıt şəhər məhkəməsindən xeyrimizə 126.500 deməli vəsaitin tutulması qət olundu. Artıq 4 ildir ki, icraata yönləndirir və heç bir nəticə yoxdur. Aidiyyatı qurumlar da bunu çox gözəl bilirlər. Hətta mən Milli Məclisində sədrinə yazmışam, Ədliyyə Nazirliyinə də yazmışam. Belə deyək də, kim ki bu işdə aidiyyatı olub, hətta aidiyyatı olmayan da qurumlara yazmışam ki, bəlkə ola bilsin də, yəni vətəndaşın hər hansı bir prosesinin həlli üçün irəliləyiş ola. Nəticə etibarı ilə hələ heç bir müsbət irəliləyiş yoxdur. Kimin icraatındadır bu iş? Hazırda Rüfət müəllimin icraatındadır. Rüfət müəllim də Sumqayıt icra şöbəsində icra məmurudur. Yəni siz əlaqə saxlamısınız o şəxslə? Əlaqə saxlamışam dəfələrlə, bəli. O 4 ildir niyə həll eləmirlər bu məsələni? Hər halda ki, vəzifəsini gözəl bilməməkdən də o vəzifə səlahiyyətlərindən sui-istifadə eləmək məqsədidir. Ancaq başqa yönüm ola bilməz burada. Yəni işi icra eləmirlər? Xeyr, işi icra eləmirlər. Məsələ ilə bağlı işə baxan Sumqayıt şəhər məhkəməsi iddiaçı Bayramov Rahim Orucalı oğlunun xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən borclu tərəf Sumqayıt şəhər sakini Məlikov Nazim Səfdəroğlu icra vərəqəsi üzrə 126.500 manat vəsaiti ödəməlidir. Lakin aradan 4 il keçməsinə baxmayaraq məhkəmə qərarı icra olunmayıb. Tələbkar bildirir ki, bu müddət ərzində nə pul geri qaytarılıb, nə də mənzil problemi həllini tapıb. İşin də icra eləməmə səbəb ondan ibarətdir ki, axtarışlar da tapılmır. Mən başa düşə bilmirəm. Bu onu demək istəyir ki, yəni Azərbaycan polisinin iş fəaliyyəti yoxdurmu? Bəli, çox gözəl var Azərbaycan polisi, Daxili Nazirliyimiz. Hər bir cinayətin, hər bir cinayət məsuliyyətinin, cinayəti törətmiş bütün şəxslərin özü nəzarətində saxlayır. İşlər gedir, proseslər gedir. Cinayət törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Yəni bizim polisimizin fəaliyyətini bu qədər mi kiçiltdir Rüfət müəllim? Kiçilməməlidir. Bu insanı tapmaq çox çətindir ki, mənim? Xeyr, çətin deyil. Xeyr, var. Niyə də yoxdur? Əlaqə nömrəsi də var, çətin də deyil. Tapmaq sadəcə olaraq hər hansı bir yəqin ki, maraqlar əsasında ki, vətəndaşın tapılmama planlarını irəli sürür. Siz həmin şəxsin əlaqə saxlaya bilirsiniz? Bəli, mən WhatsApp-da danışa bilirəm. Siz danışa bilirsinizsə bunlar niyə tapa bilmir? Onlardan artıq aidiyyatı qurumlar soruşsalar daha gözəl olar. Şikayət olunan Nazim Məlikovla telefon əlaqəsi saxlanılıb. O məsələnin həllinin mümkün olmadığını bildirərək işin artıq qanuni çərçivədə həyata keçiriləcəyini deyib. Problemin həllinə necə sən qərar vermisən, bir də görüm mənə zəhmət olmasa. Bu problemin həlli olmayacaq. Səninlə mütləq görüşməyimiz lazımdır. Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə icra idarəsindən bildirildi ki, Nazim Məlikov barəsində araşdırma aparılıb. Qurumdan qeyd olunub ki, işin uzun müddətdir icra olunmamasına gəlincə isə bu şəxs barəsində ciddi tədbirlər görülür və tədbirlər davam etdirilir. Onun əmlakına həbs qoyulduğu, yaxın vaxtlarda isə daha sərt hüquqi addımların atılacağı vurğulanıb. Hazırda zərər çəkmiş tərəf məhkəmə qərarını tam icrasını və vəsaitin geri qaytarılmasını gözləyir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.